Dəyərli dostlar, UEFA Çempionlar Liqasında artıq duellərdən növbətisinə keçid alırıq və Barcelona ilə Borussia Dortmund formalardan da görürsünüz. Tərlan Şahinoğlu'la birlikdəyik, hər zaman olduğu kimi və bizim müzakirə mövzumuz bu dəfə Barcelona və Borussia Dortmund komandalarının mübarizəsidir. Əslində, Tərlan, gəl açıq danışaq ki, cütlər arasında ən az şans verilən komanda və ya cütlər arasında ən az şans verilən tərəf Borussia Dortmund. Razısan bu fikirlə, sənin fikirlərini əvvəlcə öyrənək, sonra mən də davam edəcəm. Aston Villa ilə müqayisə oluna bilər Borussia Dortmundun bu mövsümki şansları, amma bir məsələ var da, Borussia Dortmund son finalçıdır və daima bu turnirdə iştirak edir. Həm də bu turnirdə qalib olan bir komandadır. Sırf Çempionlar Liqası dövründə 1997-ci ildə Otmar Hitzfeldin rəhbəri ilə Borussia Dortmund Juventus'a finalda qalib gələrək çempion olmağa bacarıb, amma əlbəttə ki, Barcelona ilə müqayisədə titulları daha azdır Çempionlar Liqasında. Yenə də yəni Barcelona favorit olsa da çox böyük üstünlüklə deməzdim ki, yəni 90-ın 10'a 90-ın 10'a Çempionlar Liqasında 90-ın 10'a ehtimalı o qədər də... Yəni 60-ın 40'a, 70'in 30'a... Bu da çox ciddi ehtimal deyil mi? Amma bir məsələ var da, hər iki komandanın oyuncusu bombardilər sırasında ilk iki sırada qərarlaşır. Rafinha və Serhou Guirassy-dən söhbət gedir. Rafinha 11 gol vurub cari turnirdə, Serhou Guirassy 10 gol vurub və qeyd edim ki, play-off mərhələsində Rafinha Serhou Guirassy-ni keçdi. Sırf o liqa mərhələsində ən çox gol vuran futbolçu məhz Serhou Guirassy-dir. Sonralara baxsaq, Niko Kovac gələndən hardasa Borussia Dortmund'da oyunlarında irəliləyiş var. Elə Bundesligada Mainz'a qalib gəlirlər 3-1 hesabı ilə. Amma yəni təbii ki, Barcelona da öz qələbələrini sıralayır. Buyur. Açığı yəni Dortmundun deyək ki, Bundesligadakı çıxışları Çempionlar Liqasına nə qədər sirayət edir, nə qədər təsir edir deyə bilmərəm. Çünki Çempionlar Liqasında hazırda ən ciddi favorit kimi göstərilən komanda Barcelonadır. Bir də razıyam ki, Çempionlar Liqasında sənin qeyd etdiyin məqam son finalçını bir qədər yəni tam diqqətdən kənarda qoymaq da düzgün deyil. Sadəcə Barcelona bu mövsüm o qədər yaxşı dəyişikliklərə məruz qalır ki, yəni Rafinha'nın sənin də qeyd etdiyin kimi bombardilər siyasında olması, hətta lider olması, Lamine Yamal'ın qarşısı alınmaz olması yer gəlmişkən mənim formamdakı ad hazırda göstərə bilmirəm. Lamine Yamal göstərsəm burada yəqin ki, biz sonra təzədən plan qurmalıyıq. Yəni Lamine Yamal forması da əynindəki dostlar, Lamine Yamal'ın formasını və yaxud da digər formaları yeri gəlmişkən forma Bakudan əldə edə bilərsiniz. Onu da bu arada qeyd eləyək. Sizin üçün forma seçilmiş kifayətlər çoxdur. Hər cür forma var. Amma keyfiyyət bahadır. Keyfiyyət bahadır, qiyməti ucuzdur. Əlverişlidir, bəli. Lamine Yamal'dır, deyək ki, Rafinha'dır. Bir orada Heyəti müqayisə eləməyək. Yox, məncə Barcelona'nın hücum xəttinin bəli, hücum xəttinin dəyişkənliyi qarşı alınmaz görünür. Və qarşı alınmaz olduqlarını sübut eləyiblər indiyə qədər. Amma bilmirəm də Borussia Dortmundun hansı üstünlükləri var ki, Barcelona səddini keçə bilsin. Azdır təbii ki şanslar, amma yenə də düşünürəm ki, Aston Villa ilə müqayisədə ki, Aston Villa Paris Saint-Germain qarşılaşmasından oradakı faiz nisbəti Borussia Dortmundda daha çoxdur. Məncə əksinə. Məncə əksinə. Çünki danışacağıq, biz Aston Villa'dan da mütləq danışacağıq, amma mənə elə gəlir ki, yəni Paris Saint-Germain Barcelona qədər fantastik futbol oynamır. Aston Villa da Borussia Dortmund qədər məncə öz çempionatında yaxşı çıxış eləmir. Və yaxud da nə deyək ki, Aston Villa'nın Paris Saint-Germain məğlub eləmək ehtimalı daha bəlkə də yüksək səslə səslənənlər, amma yəni Barcelona bu mövsüm o qədər möhtəşəm təsir bağışlayır ki. Aston Villa illər sonra yəni bir nömrəli klub turnirində vəsqə qazanır. Dortmund demək olar ki, müntəzəm olaraq iştirak edir. O baxımdan da yəni nisbətən düşünürəm ki, şansları daha çoxdur Aston Villa ilə müqayisədə. Mövqe olaraq hansı mövqe məsələn Borussia Dortmund da Barcelona ilə rəqabət apara bilər? Qapı mövqeyimi, müdafiəmi? Hücum. Valla Lewandowski-ni Serhou Guirassy ilə hazırki vəziyyətdə Prime Lewandowski-ni hazırki vəziyyətdə. Yəni Serhou Guirassy məncə bu mövsümü heç də Lewandowski-dən pis keçirmir. Özü nəzərə alaq ki, yəni Lewandowski-nin ətrafında Yamal var, Rafinha var, amma Serhou Guirassy kimlə oynayır?
Yəni o səviyyədə oyunçular deyillər də. Yəni nə qədər yaxşı olsalar da Julian Brandt var. Julian Brandt var, o hücumçu arxasında oynayır. Maximilian Bayer var, o da son zamanlar ayağı açılıb. Və Pascal Gross var, əla playmakerlərdən. Bəli, o da İngiltərə təcrübəsi var. Zabitzer təzir ki, zədəlidir. Hal-hazırda Marcel Zabitzer komandasına kömək edə bilmir. Son oyunlara baxsaq, meydana çıxmır, bilmirəm, bəlkə Barcelona oynadı. Amma təbii ki, yenə favorit Barcelona. Bütün hər tərəfdən baxanda məsələ. Yəni Barcelona top buraxır yəni. Yəni elə də bəlkə də ayrı-ayrılıqda Barcelonanın müdafiəçiləri çox keyfiyyətli oyunçulardan ibarətdir, amma sanki müdafiə oluna bilmirlər. Yox, iş orasındadır ki, müdafiə oluna bilməmək həm də Alman Bundesliqasına xas məsələdir. Yəni Bundesliqada çox qol olur, amma çox qol buraxıb çox qol vuran komandaların sayı çoxdur. Yəni müdafiə məsələsində kimsə, deyək ki, İtalyanlardakı kimi və ya İspaniyada hansısa komanda daha çox müdafiəyə meylli oynayır və ya müdafiə futbolu oynayır anlayışı nə Dortmunda xasdır, nə də əksər Alman klublarında belə bir məsələ yoxdur. Əsas nədir? Komanda yaradıcı futbol oynasın, hücumda daha effektiv olsun, kompakt futbol oynasın, yəni bunu daha çox göstərməyə bacarır Alman klubları və təxminən elə bu qeyd etdiyim məqamları özündə göstərir Borussia Dortmundun oyunu. Amma bir tərəfdən də nəzərə alaq ki, məhz Alman məşqçi çalışdırır Barcelonanı. Yəni, amma Alman təmsilçisini Xorvat çalışdırır, amma demək olar ki, yəni həyatının yarısından çoxunu yəni Almaniyada keçirib. Bəli, orada həm futbol oynamaqları baxımından, həm də yaşamaq baxımından öz milli komandalarında oynasalar da Almanlaşıblar artıq. Ümumiyyətlə məncə mən bildiyim qədərilə Kovac qardaşları Almaniyada doğulub, bildiyim qədərilə. Yəni bir sözlə Hans Flickin bu mövsümə damğa vurması Barcelonanın Dortmund qarşısında ciddi şəkildə favorit olduğunu ortaya qoyur. Yəni bununla Tərlan da razıdır. Yəni hər kəs razıdır. Yəni sadəcə məsələ nədir? Barcelona bu mərhələdə Borussia Dortmunda məğlub olsa, yəqin ki son illərdəki ən ciddi rezonans ola bilər. Yəni Çempionlar Liqasındakı ən böyük gözlənilməz nəticə. Dortmund səttini keçməsə, açıq-aşkar sürpriz bir nəticə olacaq. Əlbəttə. Sensasiya olacaq. İnanılmaz bir nəticə olacaq. Amma Çempionlar Liqasında bu mərhələdə sensasiyanı Barcelonanın oyununa yox, digər cütlüyün oyununa məncə aid eləsək daha çox ifadə olunur. Aston Villa'nın Paris Saint-Germain mübarizəsinə. Hərçənd ki ona da keçid alacaq, onu da qeyd eləyəcək. Yəni o komandalar haqqında danışanda ətraflı təbii ki müzakirə eləyək, amma orada da mən sürprizə inanmıram. Dəyərli dostlar, Barcelonanın Borussia Dortmunda qarşı mübarizəsi və bu duel barədə fikirlərimizi açıqladıq. Yəni burada bir-birimizlə hansısa məsələni müzakirə etmək üçün artıq vaxta ehtiyac yoxdur. Hər kəsə bəllidir ki, bir tərəf daha güclüdür, digər tərəf də çalışacaq ki, ayaq uydurub mübarizəni belə yenə də, yəni hər şey harda həll olunur? Meydanda. Razıyam, ona da razıyam. Top yumrudur. Faizə getsə, yəni burada neçə faiz kimi qiymətləndirirsən komandanın, Borussia Dortmundun şanslarını? 60-ın 40-a deyə, yoxsa 65-in 35-ə. Elə olar. Yəqin ki 70-in 30-una desək, bu da son finalçıya 50-50 olsun bəlkə. Yox, 50-50 yoxdur, ağ eləmə. Məncə ən yaxşısı elə gəl ortaq məxrəcə gələk 65-in 35-ə. Bəlkə də 70-in 30-adır, amma məncə 65-in 35-ə razılaşma olar. Xeyr, heç zat.